Sizə indi bir şey öyrədəcəm, amma öz aramızda qalsın. Yəqin ki, mənim əl işlərimi görmüsünüz və çox adam mənə yazır ki, sən bu gözlərinə necə canlı çəkirsən, yəni necə belə o canlılıq görsənir deyə soruşursunuz. Əslində bunun balaca bir sirri var, işıq kölgədən əlavə. Bu işığı mən necə göstərirəm, indi sizdən bölüşəcəm. Özüm nə qədər qələmlər, ruçkalar, markerlər sınamışam, amma heç biri bunun qədər yaxşı çəkməyib. Bunu harda aldığımı öyrənmək istəyirsinizsə, yorumlarda deyə bilərəm. Amma sadəcə baxın. Görürsünüz nə qədər gözəl canlılıq verir. Görürsünüz, əldə belə möhtəşəm yazır. Çox pigmentli ruçkadır. Ona görə rəsmlərinizdə belə detalları vermək üçün bu ağır ruçka istifadə etməyinizi məsləhət görürəm. İndi daha da çox bilirsiniz bu texnikalar haqqında. Əgər sənə belə videolar maraqlıdırsa, səhifəmdə belə videolar çox paylaşılacaq və bundan əlavə də sirlərimi paylaşmışam. Portret sifarişləri qəbul edirəm və rəsm dərsləri keçirəm. Əgər sənə maraqlıdırsa, takip et, izlə və məlumat almaq üçün yaz mənə.